Mən özüm müharibəçilik etmişəm, veteranım. Uşaqlar bizim gələcəyimizdir. Sağlamlığımızı itirmişik, müvalit olmuş uşaqlar yolunda da. Uşaqlar doğan analar var. Bu çözələrin çox uzanır bu uşaq pulu. Dövlətimizdən xahiş edirəm, bu uşaqların uşaq pullarını verməlidir. Bütün dünyada bu verilir, bütün dünyada. Bunu da televizorda da girirlər, TikTok'da da danışırlar. Bunu dövlətimiz, hörmətli prezidentimiz bir dənə sərəncam verək. Bu uşaqların gələcəyi var. Bunlar gələcəkdə xalqın, millətimizin əskəridir. Bunlara gəl uşaqlıqda baxırsan ki, böyüyəndə də nəsə umuf küsəsən. Uşaq pulu verilməlidir, analara təkan verilməlidir. Millətimizin azalmaması üçün analara təkan verilməlidir. Ki, analar övladlarını şad-xürrəm böyütsün, körpə balalarımızı. Məktəbdə, bağçada, evdə uşaq nikbin böyüməlidir qızım. Nikbin böyüməlidir uşaq. And olsun Allaha. Çox yaralı yerimdir, çox yaralı yerimdir. Uşaqları sevməsək gələcəyimiz yoxdur bizim. Azərbaycanımızı ayaqda saxlayan bizim gələcəyimiz həmin o körpə balalar dediyimiz. 60 il bundan qabaq mən balacaydım, indi olmuşam nənə. O balaları qorumaq lazımdır. Gözümüz görmüşkən o körpələrin sevincini biz yaşamalıyıq. Nəvələrlə yox, ümumi uşaqlarla, bütün körpələrimizlə. 1 iyun 1-ci uşaqlar günüdür, həm də mənim qızımın ad günüdür. 9 yaşı tamam olur. Yəni əlamətlər bir gündür. Uşaqların ən yaxşı yaşaması üçün mənə elə gəlir ki, valideynlərdən asılıdır. Valideynlərin yəni uşaqlara tərbiyəsindən, uşaqların gələcəyi nə qədər yaxşı parlaq olsa, valideynlər üçün də mənə elə gəlir ki, uğurlu olar, yaxşı olar. Valideynlərə yaxşı tərbiyə verməlidir, telefon əlinə verməməlidir. Məncə onlar. Yaxşı oxumaq. Uşaq puludur da, yəqin ki. Uşaq pulu. Yox, uşaqlar günü ilə bağlıdır. Elə uşaqlar günü ilə bağlı uşaq pulu. Uşaqların günü olsun gələcəkdə. Ona bağlıdır. Təməli olsun. İnşallah Allah hamısının canını sağ eləsin, xoşbəxt olsunlar, gələcəkləri parlaq olsun. Valideynlər uşaqları üçün hər şəraiti yaratmalıdırlar. İnşallah hamısı salamat olsun, nə deyə bilərəm, xoşbəxt olsunlar. Ancaq yaşayışımız uşaqlar üçün də mənim olam. Deyirik ki, hər şey onların rəyicən olsun. Allah ölkəmizə, rüzgarımıza emin-amanlıq versin, asıq səma altında yaşasın uşaqlar. Allah ölkəmizi qorusun. Uşaqlara qayğı göstərmək lazımdır. Çünki onlar bizim gələcəyimizdir. Uşaqlar özü yaxşı oxumalıdır, dərslərinə fikir verməlidirlər. Ananın da onların üstündə yaxşı tərbiyəsi olmalıdır. Pis vərdişlərdən uzaq eləmək lazımdır. Məncə örnək olmalıyıq. Uşaqların gələcəkdə belə deyək, özümüzün yaşamadığımız həyatı yaşamaq üçün uşaqlara ilk əvvəl öz istədikləri həyatı yaşatmaq lazımdır. Əlbəttə ki, müəyyən çərçivə içində olmalıdır bu istədiklərimiz. Onlar da nədir? Təhsil olsun, insanlara qarşı davranış olsun, hissiyat olsun. Bunlar mənim üçün çox vacib olan bir şeydir. Amma uşaqların da sərbəst böyüməyi, hansısa bir valideynin onu qapatmağına qarşıyam. Çünki bəzən insanlar uşaqları qapatdığı zaman müəyyən bir yaş dövrünü keçdikdə həmin o içində uşağın yaşamaq istədiyi hisslər fərqli şəkildə qabardır. Onun yaşamamaq üçün əlbəttə uşaqlar sərbəst şəkildə, sevgi dolu, cəmiyyətə uyğun şəkildə böyüməlidir. Təhsildə məncə irəliləyiş olsa daha yaxşı olar. Hər şey uşaqlar üçün eləməliyik. Çünki uşaqlarsız həyat yoxdur demək olar. Onun üçün də biz uşaqlara hörmət eləməliyik, onlara daha çox şans verməliyik. Həmişə qoy sevilib sevilsinlər. Ancaq pul lazım olsa, demək lazım olacaq. Ən əsas məsələ məktəb oxumaqlardır da, yaxşı məktəb oxumaqlardır. Mən özümdən götürürəm. Mən yaxşı oxumamışam, amma oxumaqlarını istəyirəm. İnşallah mənim də bir qızım var, çalışacağım onu nə qədər lazımdırsa oxuturum. Arzu edirəm ki, uşaqların gələcəyi yaxşı olsun.